Avropa İslam Davleyev Hava Tədqiqatları Mərkəzinin superkomputer modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən fevral ayının birinci 10 günlük ərzində şimal qütbündəki soyuq havanın bu troposferin yuxarı qatlarındakı qərb külələrinin bir xeyli zəifləməsi fonunda soyuq havanın tez-tez cənub enişlərinə doğru yayılması üçün münbit sınaqlı şəraitin yaranması gözlənir. Bu da o deməkdir ki, fevral ayının birinci 10 günlük ərzində Kanadada, Şimali Amerikada, Avropanın şimal və şimal-şərq ərazilərində, Rusiyanın şimalında, Qazaxıstan ərazisində, eyni zamanda Avrasiya ərazisində fevral ayının birinci 10 günlük ərzində hava şəraitinin tez-tez kəskin dəyişilməsi ehtimalı var. Lakin bu sistemin Qafqazın Cənubu Azərbaycan ərazisindən müdaxiləsi qısa müddətli olacaq. Nəticədə Bakıda fevral ayının 4-də qısa müddətli sulu qar yağması ehtimalı var. Fevral ayının 9-u və 10-da da Bakıda sulu qar yağması ehtimalı var. Lakin bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yanmayacaq. Ümumi böyük bir soyunma isə artıq şimal qütbündəki stratosferin aşağı qatları və troposferin yuxarı qatlarındakı qütb siklonlarının bir xeyli zəifləməsi, yəni qərb külələrinin bir xeyli zəifləməsi fonunda hətta sistemin kifayət qədər zəifləməsi ehtimalı var. Ekstremal dərəcəyə qədər qütb siklonlarının, şimal qütbündəki siklonların zəifləməsi ehtimalı var. Bu da deməli şimalda toplanmış soyuq havanın böyük bir sürətlə cənub enişlərinə doğru yayılması ehtimalı var. Bu prosesin real zaman ərzində baş verməsi ehtimalını nəzərə alaraq onu deyə bilərəm ki, fevral ayının artıq ikinci 10 günün sonlarına doğru və üçüncü 10 günlüyündə Avropanın şimalında toplanmış soyuq havanın qısa müddətli də olsa, fevral ayının 20-sindən sonra Qafqazın cənubuna daxil olması ehtimalı var. Xüsusilə də artıq havanın daha çox soyulmasının hiss edilməsi fevral ayının 20-sindən sonra gözlənilir. Nəticədə Bakıda daha real bir qarın yağması və qar örtüyünün əmələ gəlməsi ehtimalı fevral ayının sonlarında gözlənilir. Çünki bir daha bildirdiyimiz kimi Şimali Atlantikdəki siklonların gücü imkan verməyəcək ki, bu sistem tam gücü ilə Qafqazın cənubuna müdaxilə etsin. Nəticədə fevral ayının 1-ci və 2-ci 10 günlük ərzində Bakıda yerdə qar örtüyünün əmələ gəlməsi ehtimalı zəifdir, sulu qar yağa bilər.